AXÇP sədri Əli Kərimli ictimai əsaslarla mühafizəçisi işləmiş Novruz Tağıyevin polis tərəfindən saxlandığı gün 13 saat işgəncəyə məruz qaldığını bildirib. Əli Kərimli yazıb ki, Novruz Tağıyev mayın 20-sində uşağını məktəbdən götürən zaman 4 nəfər mülki geyimli polis tərəfindən saxlanılıb və avtomobildə 9 saat qolları qandallı vəziyyətdə Bakı ərazisində gəzdirilib. Əli Kərimli mühafizəçisinə qarşı ittihamı qurama, həyasız, məqsədli üzə durma adlandırıb. Məclis info saytının rəhbəri İmran Əliyev onunla birlikdə ittiham olunan Elgiz Qəhrəman və Tamela Mustayeva barəsində cinayət işi üzrə məhkəmənin hazırlığı iclası keçirilib. Vəkilin sözlərinə görə ittiham haqqında irəli sürülmüş ittihamları əsaslandıracaq sübutlar mövcud deyil və buna görə də işin icraatına xitam verilməsi zəruridir. Dmitri Peskov deyib ki, Almaniya kanslerinin Ukraynaya göndəriləcək raketlərin məsafəsinin daha da artırılacağı barədəki bəyanatları həqiqətdirsə, bu addım vəziyyətin eskalasiyası anlamına gəlir. O həmçinin bildirib ki, Ukrayna ilə sülh prosesi yenicə başlayır və Mertsin açıqlamaları bu məsələ ilə ziddiyyət təşkil edir.